Bugün Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əliyevin vəfatından 8 il keçir. Heydər Əliyev 2003-cü il dekabrın 12-sində Amerikanın Cleveland şəhərində vəfat edib. 2003-cü ildən bəri hər il 12 dekabr Azərbaycanda qeyri-rəsmi matəm günü kimi qeyd olunur. Heydər Əliyevin anım mərasimi hakimiyyətin təşkilatçılığı ilə kütləvi şəkildə keçirilir. Ölkə rəhbərliyi, hökumət və parlament üzvləri, hakim partiya təmsilçiləri, güc qurumları, hərbi qulluqçular, büdcə təşkilatlarının, dövlət müəssisələrinin əməkdaşları, hakimiyyətə bağlı özəl qurumların işçiləri, tələbə və şagirdlər bugün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edirlər. Gün boyu ölkə telekanalları Fəxri Xiyabanda keçirilən mərasimi geniş işıqlandırır. 2003-cü ilin bugünü Heydər Əliyevin vəfatı günüdür. Bugün münasibəti ilə hər il yüz minlərlə vətəndaş Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəlir. Obyektiv TV-nin əməkdaşı olaraq biz də bugünü işıqlandırmaq üçün Fəxri Xiyabana gəldik. Amma gördüyünüz kimi Fəxri Xiyabanın qapısı ağzında ziyarətçilərlə söhbətləşə bildik. Bakı Neft Energetika Kollecinin tələbələriyik. Sizdən dərsdən icazə veriblər bu kütləvi şəkildə? Bəli, bütün kollec Fəxri Xiyabana ümumilli liderimiz Heydər Əliyevin anım günü üçün tədbirdə iştirak etməyə gedirik. Bakı Dövlət Neft Energetika Kollecinin. Siz özünüz istəmişsiniz, bu təşəbbüsü göstərmişsiniz ziyarətə gəlməyə yoxsa? Özümüz istəmişik və tələbələrin razılığı ilə kollektiv müəllimlər olan heyətinə çox sağ olsunlar, olan razılığı ilə gəlmişik. Siz təşəbbüs göstərmişsiniz ki, Heydər Əliyevin məzarını ziyarət etmək, yoxsa sizə işdən deyiblər ki, bu günləri siz getməlisiniz, ziyarət etməlisiniz? Özümüz təşəbbüs göstərmişik. Azərbaycan Memarlıq və İnşaat Universiteti, İnşaat Mühəndisi Fakültəsi. Siz bu günləri kollektiv şəkildə gəlmişsiniz. Sizə bunu kimsə deyib ki, siz gedin, ziyarət edin, yoxsa özünüzün, tələbələrin təşəbbüsü? Evimizdən gəldi. Mədəniyyət üzrə, o müəssisədən mədəniyyət, turizm. O müəssisədən gəlmişəm. Gözləyirəm dostlarımı gəlsinlər. Siz hər il gedirsiniz belə ziyarət? Hər il gedirəm. Hər il gedirəm. Sizə bunu işlədiyiniz yerdən deyirlər ki, göstəriş verirlər ki, siz gedin, ziyarət edin, yoxsa özünüzün təşəbbüsüdür? Üzr istəyirəm, xeyr, öz təşəbbüsümüzdür. Biz liderimizi sevirik, sevmişik, sevəcəyik də ölənə qədər. Fəxri Xiyabanın istiqamətinə gedən bir neçə yolda nəqliyyatın hərəkəti dayandırılıb. Keçmiş Əzizbəyev meydanından metronun Elmlər Akademiyası stansiyasına gedən Hüseyin Cavid prospektində avtobusların hərəkətinin məhdudlaşdırılması, nəqliyyat vasitələrinin azlığı ziyarətə gələnlərə əlavə problemlər yaradır. Anım mərasimi isə səhər saat 8-dən gecə keçənədək davam edəcək.